Başlayaq biz mərkəzi limit teoremindən. Nədir bu mərkəzi limit teoremi? Baxın, ümumiyyətlə bunu ümumi bir intuisiya olaraq deyək ki, mərkəzi limit teoreminin əsas əhəmiyyəti orasındadır ki, siz gedib bir population-dan müəyyən dəfələrlə sample'lar götürsəz və bu sample'ların ortalama dəyərlərini hamısını götürüb bir yerə yığsaz və onu vizuallaşdırsaz, biz nəticə etibarilə yenə normal paylanmada bir data alırıq. Yəni bunu biz gedək üstündən və görək ki, bu nə üçün belə baş verir. Tutaq ki, siz bir dəfə qəpik yatacaqsınız. Bir dəfə qəpik yatanda heç gəlmə ehtimalı 50%-dir, tel gəlmə ehtimalı da 50%-dir. Doğrudurmu? Biz bunu gəlib vizuallaşdırsaq əgər nə baş verər? Gördüyümüz kimi 50%-in 50%-ə bir ehtimal yaranır. Yaxşı yoldaşlar, bu təkcə bir dəfə heç gəlmə ehtimalıdır. 1 və yaxud da 0 dəfə. Bəs yaxşı. What can we say about the probability distribution when the number of coin flips increases? Bəs biz qəpiyin atmaq sayını artırsaq, onda nə baş verər? Yəni daha çox atsaq qəpiyi, bu zaman nə baş verəcək? Baxın, gəlin buna bir vizual olaraq baxaq. Əgər biz 2 dəfə qəpiyi atırıqsa, burada head gəlmə ehtimalı, headin bir dəfə gəlmə ehtimalı 2 dəfədir. Ya bu qəpikdə gələ bilər, ya bu qəpikdə gələ bilər. Düzdürmü 2 dəfə? Amma headin ikisində də gəlmə ehtimalı 4də 1-dir. Yəni 4 haldan biridir. Heç gəlməmə ehtimalı da 4 haldan biridir. Və biz davam eləsək, əgər indi 3 qəpiklə baxsaq, 1 ilə 2-nin gəlmə ehtimalı bir-birinə bərabərdir. Ondan daha az da 0-dan 3 gəlmə ehtimalıdır. Demək, bunu rəqəmlə deməyəcəm. 4 qəpik üçün bu formada, əgər 5 artırsaq, eləsək 10 qəpik, bu zaman nə olar? 2 dəfə gəlmə ehtimalı daha çoxdur. 1 ilə 3 gəlmə ehtimalı daha azdır. Məsələn, 0 ilə 4 gəlmə ehtimalı lap da azdır. Və biz bu qəpiklərin sayını artırdıqca, burada görürsünüz nə baş verir. 10 dəfə eləsək, baxın, belə bir normal paylanmaya yaxın bir hal alacaq. Və biz gəlib buna görə kernel density estimation-na baxsaq, yəni o kənarındakı xəttlərə baxsaq, görərik ki, bu həqiqətən də normal paylanmaya yaxınlaşır. Gördüyümüz kimi, gəlin sonda bir summary eləyək ki, bu central limit teoremini, yəni biz götürdüyümüz, əgər kifayət qədər böyük ölçüdə sample götürürüksə və kifayət qədər də çox sayda biz təkrar ediriksə, bu zaman bizim ortalamalarımızın paylanması gəlib normal paylanmaya müvafiq olacaq. Biz istəyir uniform distribution götürək, istəyir hansı distribution olan datanı götürürsə götürək, fərq etməksizin. Ən sonda bizim alacağımız nəticə normal paylanmada bir ortalamalar paylanmasıdır. Bu dataların yoldaşlar ortalaması ehtimallar vuraq saydır. Yəni neçə dənə ehtimal, P bizim ehtimalımızdır, N isə neçə dəfə atmağımızdır həmin qəpi. O zaman ortalama deyəndə biz nə alırıq? Yəni ortalamanı alanda nə edirik? Məsələn, deyək ki, head gəlmə ehtimalını hesablamaq istəyirəm, elədirmi? Əgər mən 10 dəfə head gəlmə ehtimalını istəyirəmsə, gəlirəm onun ehtimalını vuram saya, alıram 5, bu datamın ortalaması olacaq 5. Təbii ki, normal paylanmada. Biz bundan götürsək çoxu subsample'lar və onları vizuallaşdırsaq ortalamasına görə ən sonunda nə alacağıq? 5 alacağıq ortalamanı ən çox. Çünki yəni belə fikirləşək də, yəni neçə dəfə gəlməyə ehtimalı da, eləmə 0 dəfə gələ bilər, 1 dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə, 5 dəfə. Amma gəlmə ehtimalı axı bunun nədir? 0,5 olduğuna görə elə gəlir 5-ə düşür. Təbii ki, bu söhbət burada fair coin-dən gelir. Əgər ki, fair olmayan bir coin olsaydı, onda burada skewness yaranardı da, düzdür. Yenə də normal paylanma olardı. Amma məsəl üçün, tutaq ki, head'in gəlmə ehtimalı daha azdır. Head 20% gələ bilir. Dolayısıyla data 20, yəni 10 atışda 2 atışın ətrafında 1, 2, 3, ya da BD 0, 1, 2, 3, 4-ün ətrafında belə daha çox paylanacaq. Qalanları aşağıya doğru gedəcək, düzdürmü? Yəni məntiqən burada da nə baş verir? Yenə ən çox gəlmə ehtimalı o 0,2 vuraq saya qədər düşür. Sonra bu belə. Bunun variansı isə ortalama
vuraq, bir çıxaq P-dir. Yəni gəlmə ehtimalı vuraq, gəlməmə ehtimalı. Təbii ki 0,5 gəlməmə ehtimalı deyə ortalamanı biz variansa vursaq, nə alarıq? 0,25 görək burada. Aha, ortalamanı aldıq. Onu da 0,5'e vururuq. Al 0,25 varians. Deməli, bu datanın müsü ortalaması 5'dir. Normal paylanması təbii ki, mərkəzi limit teoreminin. Onun əsasında dataların paylanması da 0,25 standart yayınma ilə. Yəni bir standart yayınma 0,25 olaraq götürdük burada. Bu belə. Hə, gördüyünüz kimi. Əgər ki bizdə 2 dənə qəpik varsa, o zaman bunun ortalaması 0,5'dir. Standart variansı 0,25'dir. Əgər biz qəpiyi 2 dəfə atarıqsa, yəni 2 dəfə atırıqsa, bu zaman ortalaması nə olur? 1. Çünki zaten dataya baxın, datanın özünün paylanmasından da bəlli ki, bunun ortalaması 1'dir. Və standart yayınması da, variansı da 0,5'dir. Növbəti sample'a baxsaq, ortalama 1,5'e düşür. Standart varians olur 0,75. Çünki istər-istəməz artıq datanın paylanması da artır. Baxın, o hündürlük biraz aşağıya düşür, genişlənir. Bu səbəbdən varians, dispersiya artır. Və yenə də davam eləsək, artıq burada varians 1'dir, ortalama 2'dir. İndi sizcə növbəti dəfə nə olacaq? 10 atışda 10 dəfə atıram və gəlmə ehtimalı 2'də 1'dir qəpiyin. Kimsə deyə bilər? 10 dəfə atıram. Gəlmə ehtimalı 10'da 5'dir. Ortalamam nədir? Mühüm. 5. Mühünü də vuruq gəlməmə ehtimalını. Yəni, yenə 0,5. O da nə eləyir? 2,5. Demək, bunun ortalaması 5'dir. Variansı isə 2,5 təşkil edəcək. Aydındır yoldaşlar. Və əgər ki, biz kifayət qədər çox sayda sample atırıqsa, onda biz daha çox normal paylanmaya yaxın bir data almalıyıq. Gəlin də qaydaq yenidən uniform distribution'a. Biz deyirik ki, məsəl üçün, siz bir kompaniyaya zəng edirsiniz və onlar adətən 0 ilə 15 dəqiqə arasında sizə cavab verirlər və cavab verməsələr disconnect olur. X-iniz burada sizin nədir? Cavab almaq üçün gözlədiyiniz müddət. Yəni, dəyişənli sizin cavab almaq üçün gözlədiyiniz müddətdir. Və bu uniform distribution'da 0 ilə 15 arasında paylanmış bir datadır. İndi biz gəlsək bir sample'ı götürsək, X1'in bir sample'ını götürsək, onu bölsək özünə, nə alırıq? Yəni, bu ortalamanı alırıq, elədir. Sadəcə bir sample-la olan ortalama biraz məntiqsiz də, hələ uniform bir paylanmadırsa. 2 ilə olsa daha çox yaxınlaşacaq. 3 olsa lap da çox yaxınlaşacaq. Yəni, biz fikirləşin ki, bizim əlimizdə bir population var. Biz bu population nə qədər çox getsək, nə qədər çox onun belə deyim də, hissələrini götürsək, o qədər daha çox bizdə nə baş verəcək? Normal paylanmaya yaxınlaşma olacaq. Amma əgər biz bunu individual bir-bir götürürsə, elə bu olsa 1'ə bölmüş nə mənası var? Orada durub da, yəni yenə də o uniform paylanma olaraq qalacaq. Hətta gəlin mən bunu sizə bir vizual olaraq da göstərim. Baxın, bizim əlimizdə belə bir uniform paylanmada bir data var. Əgər mən bundan bir dənə buranı götürsəm, bir dənə buranı götürsəm, bir dənə buranı götürsəm, bölsəm, yenə mənə eyni şey qaytarasıdır. Doğrudurmu? Amma mən gəlsəm, əgər artıq sample size 2'yə artırsam, onda nə edəcək? Bununla bunun ortalamasını qaytaracaq. Bununla bunun ortalamasını, bununla bunun ortalamasını və ən sonda mənə gələcək normal paylanmada bir data qaytaracaq. Və mən bu sample'ın size-ını artırdıqca, sample size-ını artırdıqca nə baş verir? 3 eləyəndə artıq daha çox dikləşir. Yəni, varians azalır və ortaya daha çox sıxılır datalar. Ortalama datalar. Gördüyümüz kimi bu 4 olduğu haldadır, bu 5 olduğu haldadır. Bu da belə maraqlı bir məsələdir. Hətta interviewlarda da düşür. Yəni, ortalama limit, mərkəzi limit teoremi deyəndə sadəcə onu başa düşürük ki, biz istənilən population'la gedib kifayət qədər böyük ölçüdə və kifayət qədər sayda sample götürsək, onların ortalamasını alsaq, bunların paylanması nəticə itibarilə nə olacaq? Normal paylanma olacaq. Və baxın, biz eni artırdıqca dediyimiz kimi, kernel density estimator da sizə deyir ki, data daha çox normal paylanmaya yaxınlaşır. Okay.
Mərkəzi limit teoremində y-in ortalaması elə population'ın özünün ortalamasıdır. Yəni biz artırdıqca population'ın ortalamasına yaxınlaşır. Variansı isə population'ın variansının saya bölünmüşüdür. Bəs y-in nədir? Məsəl üçün biz 5 dənə data götürmüşük, eləmi? Bir sample götürmüşük, onun içində 5 dənə data point var. Onların hamısını topladıq, böldük 5-ə. Bax, y-in həmin o y5-dir məsələn. Yəni y5-in ortalaması population'ın ortalamasına yaxın olmalı. Yəni özü olmalı. Amma variansı population'ın variansı bölək sayı olacaq. Buranında. Bu da sadəcə həmin söhbətin bir riyazi izahıdır. Bunu mən gərək görmürəm. Çünki biraz qarışıqdır. Okay. Point estimation. Nədir bu point estimation? Məsələn, biz bir population'ın ortalamasını tapırıq. Bu, həmin o point'in estimation'ıdır. Yəni ki, həmin o datanın nöqtələrinin hesablanmasıdır. Variansı nədir? Gəldik, ortalamadan çıxdıq. Real cavabdan ortalamanı kvadrata yüksəltdik. Hamısını topladıq, sayına böldük. Aldıq variansı. Gözlənilən dəyər və varians bizim point estimate'lərimizdir. Yəni data ilə bağlı assumptionlarımızdır deyə bilərik. Point estimate is a single numerical value based on sample data that is used to approximate an unknown parameter of population or model parameter. Baxın, burada nə qeyd edir? Deyir ki, point estimate yəni elə bir rəqəmdir ki, o sample datasından əldə edilir. Lakin population'ın parametrləri barəsində bizə məlumat verir. Aydındır. Məsələn, biz getmişik 10 dəfə qəpiyə atmışıq. Və görürük ki, buradan 7 dənə head düşüb. Deyirik, head gəlmə ehtimalı nə qədərdir? Siz də deyirsiniz ki, onda head gəlmə ehtimalı 0,7-dir. Və mən gəlib point estimate'i 50 dəfə atsam, yəni 50 dəfə bu işi görsəm və deyək ki, bir data yaratdıq. Lap qəpikləri qoyaq qırağa, deyək ki, bir data yaratdıq. Bu data xəttli bir datadır, elədirmi? KX üstəgələk B-dir. Bu adicə bildiyiniz KX üstəgələk B-dir. Biz buradan ən yaxşı xətti necə keçirdə bilərik? Əsas məsələ buradan doğur. Təbii ki, o ən yaxşı xətt y bərabərdir. Beta 0 üstəgələk beta 1 dəfə x-dir. Bu da adi bildiyimiz KX üstəgələk 1. İndi gələk maximum likelihood estimation'a. Machine learningdə kifayət qədər çox istifadə edədiyimiz bir məsələdir bu maximum likelihood estimation. Bu özü nə deməkdir? Məsələn, siz getdiniz evə, görürsünüz ki, sizin divanın qarşısında yerə çoxlu popcorn tökülür. İndi sizdən soruşurlar ki, burada nə baş vermiş ola bilər? Film mi izlənib, oyun mu oynanıb, yoxsa kimsə yatıbmı? Çünki məntiqən yoldaşlar fikirləşəndə, yəni popcornu beynimiz ən çox nə ilə bağdaşdırır kinoyla, filmi. İndi. Yəni, görək ki, bu vəbşi nə deməkdir? Yəni, bundan niyə danışırıq? Baxın, burada müəyyən ehtimallar var da, elədir. Bax, ümumiyyətlə, maximum likelihood estimation, likelihood o deməkdir ki, bu hadisə baş verib, bunun nə səbəb olmuş ola bilər? Yəni, belə fikirləşə bilərsiniz sadə bir yolla. Bayes teoremi yadınızdadır, ümid edirəm. İndi ora müraciət edəcəyik. Baxın, film izləmə ehtimalları böyükdür. Board game oynamış olma, yəni stosda oyun oynamış olma ehtimalları ortadır. Yuxu yatmış olmaları ehtimalı aşağıdır. İndi, bəs biz bu nəticəyə hardan gəldik, ay yoldaşlar? Baxın, Bayes teoremi. Deyirəm ki, əgər kino izləyibsə, popcorn yemiş olma ehtimalı, yaxud popcorn yerə tökülmüş olma ehtimalını hesablayırıq. Əgər stosda oyun oynayıblarsa, popcorn yemiş olma ehtimallarını hesablayırıq. Və əgər yatıblarsa popcorn yemiş olma ehtimallarını hesablayırıq. Nəticə itibarilə bizə müəyyən bir rəqəmlər gəlir və məntiqən biz görürük ki, əgər kino izləyiblərsə, yəni verilən kinodursa, popcorn olma ehtimalı daha yüksək gəlir. İndi bu, gələk biz data hissəsinə. Məsələn, əlimizdə bir dataset var və biz buna ən uyğun modeli tapmağa çalışırıqsa, o zaman
bizim köməyimizə gəlir maximum likelihood estimation. Məsələn, əlimizdə 3 dənə model var. Həmin modellər müəyyən bir data yaradırlar. Yaxud da həmin data üzərində yaxşı performans göstərirlər, belə deyə bilərik. Model 1 olanda bu datanın yaranmış olma ehtimalı, model 2 olanda bu datanın yaranmış olma ehtimalı, model 3 olanda bu datanın yaranmış olma ehtimalı müəyyən şərtlər daxilində müəyyən ehtimallar qaytarır bizə. Və mən gəlib görürəm ki, ən çox hələ ki, model 2-dədir deyə ehtimal, mən birinciliyi ona verirəm. İndi, find model that most likely produce the data. İndi data söhbətinə gələcəm, aşağıda göstərəcəm ki, söhbət o nədən gedir. Əlinizdə belə bir data var. Bu data var. İndi yaradılıb deyir, sadəcə yəni dataya hansı model daha çox uyğun gəlir. Deyək ki, sizin modeliniz data yaradır. İndi onu izah edəcəm ki, necə yaradır. Varsayaq ki, yaradır. Sizcə bu datanı model 1 mi yaratmış olar, model 2 mi yaratmış olar, yoxsa model 3 mi yaratmış olar? 2. Niyə görə yollaşır? Yəni, məntiqlə də zaten baxanda bu model bu dataya daha çox uyğun gəlir. Yəni, biz bunu vizual olaraq da görə bilirik. Amma gəlin görək, ümumiyyətlə bu datanın modelini yaratmağı nə deməkdir? Bu görüm o buradakı slayddadır mı? İnşallah ki, buradadır. Bernoulli'dən danışaraq. Yaxşı, bu doğrudur, təbii ki, ikinci daha uyğun gəlir. Çünki model 2 veriləndə datanın alma ehtimalımız daha çoxdur. Yaxşı, belə. Və gələk Bernoulli example-na yollaşaq. Bu, olduqca maraqlı bir məsələdir. Deyək ki, bizdə 10 dəfə qəlb yaratılıb. Bunlardan 8-i head düşüb, 2-si tail düşüb. İndi yoldaşlar, mən deyirəm ki, 3 dənə ehtimalım var. Bir nəfər deyir ki, qəpikdə head gəlmə ehtimalı 70%-dir, tail gəlmə ehtimalı 30%-dir. Digər deyir ki, bu fair coin-dir. Yəni, burada hər ikisinin 50%-dir. Üçüncü adam deyir ki, birincinin tamamilə əksi olaraq head gəlmə ehtimalı 30%-dir. Tail gəlmə ehtimalı 70%-dir. Yoldaşlar, artıq bunu sizdən soruşmuram. Çox güman ki, bunu da başa düşüb deyəcəksiniz ki, burada ən uyğun gələn, təbii ki, 70% head gəlib, 30% tail gəlmə ehtimalıdır. Bəs yaxşı, bu doğrudur. Bəs biz necə əsaslandıraq riyazi olaraq ki, bu həqiqətən doğrudur? Baxın, yoldaşlar, hər biri, demirəm bu 70% gəlmə ehtimalı var. Gəlsin. Gəlim 70%-ə vurum 70%-ə, vurum 70%-ə. 8 dəfə 70% və 2 dəfə də 30%-i bir-birinə vururam. Alıram 0, 0, 0 tam 10.000-də 51. Hər birinə 5 qoysaydım, 0 tam 10.000-də 10 olacaq. Düzdür? Və ən sonda, əgər ki, İlk 8-inə 30%, son ikisinə 70% desəydim, o zaman da 100.000-də, yoxsa 100.000-də 3 alacaqdım təbii ki. Çünki məntiqlə fikirləşəndə bu o datanın şeyinə uymur. Necə deyək? Paylanmasına uymur. Mən ona görə gəlirəm, ən böyük ehtimallını götürürəm. Baxın, demək bu data veriləndə o ehtimallardan hansı doğrudur? Coin 1, Coin 2, Coin 3 hesabladıq. Getdik aldıq ki, Coin 1 həqiqətən də ən bura uyğun və relevant datadır. İndi biz baxırıq ki, 8 head və 2 tail düşüb. Bu zaman təbii ki, 70% head düşmə ehtimalı daha çoxdur. Nəinki 50% head düşmə ehtimalı. Çünki zaten data gözümüzün qabağındadır. Bu belə. Yaxşı, bəs daha yaxşı edə bilərikmi? Əla. Əsas məsələ buradan doğur. Biz hardan bilək ki, ən yaxşı ehtimal hansıdır? Yəni, bu halda 8 dəfə head gəlib, 2 dəfə tail gəlmə ehtimalı hansı ehtimallarla daha üst-üstə düşür? Bunun üçün nə edə bilərik? Gəlin bunları adlandıraq. Head gəlmə ehtimalını P kimi, gəlməmə ehtimalını 1 çıxaq P kimi. Zaten bildiyimiz kimi, əgər bu iki hadisədirsə, bu iki hadisədən biri baş verəcəksə, təbii ki, bunların birinin ehtimalı nədirsə, digərinin ehtimalı da onun baş verməmə ehtimalına bərabər. Çünki bunlar eyni anda baş verə bilmirlər. O zaman yoldaşlar, mən nə edərəm? P-ni 8 dəfə bir-birinə vurmuşam, 1 çıxaq P-ni də 2 dəfə. Dolayısıyla bunları bir-birinə vurarım. Sadəcə olaraq nəzərə alın ki,
Bunlar ehtimallardır və 0 ilə 1 arasındadırlar. Mən 0 ilə 1 arasındakı rəqəmləri 10 dəfə bir-birinə vuranda çox kiçik bir rəqəm alacam. Doğrudurmu? O səbəbdən mən nə edərəm? Gələrəm bunların loqaritmasını götürərəm. Yoldaşlar. Çünki gəlin mən sizə onu belə göstərim. Gəlin deyək ki, yoldaşlar. Loqaritma x from 0 to 1. Yəni ehtimal zaten 0 ilə 1 arasında dəyər qaytaracaq. Mən də onu loqaritmaya salıram. Baxın nə baş verir yoldaşlar. Bizdə cavab 1-ə, ehtimal 1-ə yaxınlaşdıqca bizim dəyərimiz 0-a yaxınlaşır. Əks halda mənfiyə doğru gedir. Amma ən azından 0 ilə 1 arasında bir rəqəm deyildi. Artıq mən bunları nəsə bir əməliyyat apara biləcəm və çox xırda olmayacaq. Başa düşülən olacaq. Biz burada vuruqlardan danışırsa, bunların loqaritması bax, loqaritmanın içində 2 ədədin vuruğu hər bir vuruğun loqaritmasının cəminə bərabərdir. Yəni, loqaritma A vuraq B bərabərdir loqaritma A üstə gələk loqaritma B. Və biz bu əməliyyatı sadələşdirəndə 8 loqaritma P üstə gələk 2 loqaritma 1 çıxaq P. İndi bunu bizim tələbələrimiz, burada hansıları varsa, onlar yəqin ki, xatırlayarlar ki, bizdə nə var idi? Cross entropy loss var idi. Əgər xatırlayırsınızsa. Bax, o buradan gəlir. Bu binary tree, bizlər tree algoritmalarında keçmişdik, decision tree'lərdə. Və bu adlanır logarithmic likelihood, yəni log likelihood. Burada əgər P-nin 0 olmaq ehtimalı olarsa, yaxud da P-nin 1 olduğu halda müəyyən dəyişikliklər baş verir. Məsəl üçün, gəlin belə bir şey deyək də, logaritma 0 nə qaytarır bizə? Logaritma 0 bizə mənfi sonsuzluq qaytarır. Ona görə də biz logaritmaya 0 verməyəcək. 5 birinə 0 ehtimal verməyəcək. Çünki bilirəm ki, bu sual veriləcək. Ona görə bəri başdan deyirəm. İndi, ay yoldaşlar, biz nə edirik? Gəlirik, bunların törəməsini tapırıq. Çünki görək, mən bunları bir balaca dəyişdirəndə sağa sola. Option mənim nəticəm nə qədər dəyişəcək. Və mən bunun törəməsini tapanda görürəm ki, verdiyimiz giriş dəyərinin törəməsi 8 bölək P üstə gələk 2 bölək 1 çıxaq P, o da mənfi 1-ə vurulmuş halda. Yəni mənfi 2 bölək 1 çıxaq P halında bizə qayıdır. İndi mən bunu gedib 0-a bərabər qoysam, ən yaxşı halın hansı olduğunu taparam və görürəm ki, P 10-da 8 olanda mənim cavabım ödənir. Yəni, indi sizdə deyək ki, çox böyük bir sample var. Siz baxmaq istəyirsiniz ki, burada o qəpiyin ehtimalı nə qədərdir head gəlmək, yaxud da gəlmək. Məsəl üçün, tutaq ki, 37.863 dəfə atmışsınız və ondan deyək ki, nə qədəri? Məsəl üçün, 24.500 neçəsi gəlib head. Siz bunu gedib belə əllə saya bilmirsiniz, axı deyə bilmirsiniz onda 8. Bax, o zaman log likelihood, yəni logarithmic likelihood bizim köməyimizə gəlir. Aldığımız bu dəyəri gedirik 0-a bərabər qoyuruq və tənliyi həll edib P-ni tapırıq. Yəni, burada da yenə likelihood odur ki, ehtimalların hamısının bir-birinə vurulmasıdır və ehtimallar çox kiçik bir rəqəm alacağından biz məcburən gedib onun loqaritmasını alırıq. Bu belə. Likelihood, log likelihood dediyimiz kimi həmin o likelihood'un sadəcə götürmüşük, qoymuşuq loqaritmanın içinə. Bir də yoldaşlar, mən bunu keçən səfər də danışmışdım öz tələbələrimlə dərs əsnasında, sadəcə sizə dediyim ki, machine learningdə loss anlayışı var, hansı ki biz modelləri optimize eləməkdən ötəri bu lossdan istifadə edirik və modellər həmişə çalışır ki, lossu aşağıya salsınlar. Sadəcə məsələ burasındadır ki, bizdən loqaritmadan 0 ilə 1 arasında onda nə qayıdır? Mənfi dəyərlər qayıdır və mənfi dəyərləri kiçiltmək daha da mənfiyə doğru getməkdir. Yəni, bu məntiqli deyil, həm də ki, bunu loss kimi işlədə bilmərik. Amma ki, biz nə edərik? Gələrik, log likelihood'un mənfisini götürərik. Yəni, məsəl üçün, gəlib mənfi 4 düzdürmü? Mənfi 4 demək ki, bu 0-a yaxındır ki, mənfi 4 gəlib də. Dolayısıyla mən nə edərəm? Gedərəm mənfi negativ log likelihood götürərəm, o tərsinə belə bir hal alar. Demək, indi
nə baş verəcək? 1-ə yaxınlaşdıqca nəticə 0-a doğru gələcək. Hətta qoyun mən onu sizin üçün vizual olaraq da çəkim yenə. Baxın yoldaşlar, əlimizdə belə bir koordinat oxu var, düzdürmü? Bunun loqaritması 1-ə doğru yaxınlaşanda loqaritma 0-a doğru gedir, düzdür? Biz indi bunun dəyərlərini mənfiyə vursaq. Mənfi nə deməkdir? Yəni aynı əksi, düzdür? Y burada azası mənfi 4 eləmi? İndi mən Y mənfiyə vurdum. Nə almalıdır? Y qalmalıdır 4. Düzdür? Dolayısıyla bu vizual tamamilə əksinə dönəcək və belə bir şey olacaq. Mənim də məqsədim odur ki, indi ehtimallar yuxarı gəldikcə lossum aşağıya düşür. Dolayısıyla mən bunu loss function kimi istifadə edə bilirəm. Okay. Gələk Gaussian example. Artıq siz normal paylanma ilə başa düşəcəksiniz ki, burada söhbət nədən gedir? Bu likelihood nədir? Məsəl üçün, siz gəlmişsiniz, bir data müşahidə eləmişsiniz, hansı ki, -1 və 1-ə ehtiva edir. Təsadüf edir. Sizin əlinizdə 2 dənə kandidat var. Deyək ki, mərkəzi 10 olan, variansı isə standart yayınması 1 olan bir data var. Bir də əlinizdə 2 olub, standart yayınması 1 olan başqa bir paylanma var. Sizcə bunlardan hansı -1 və 1 datasının gəlməsi halına daha çox uyğun gəlir? Əslində burada cavabımız 2-dir. Nə üçün? Gəlin baxaq. Bax, bu -1 ilə 1-i biz aparaq qoyaq burada vizual olaraq həmin o qrafaların üzərinə. -1-də yoldaşlar. Birinci halda bunların təbii ki, gəlmə ehtimallarıdır da, density-lərdir və density-lər 0-dadır. Elədir. Amma bu halda isə bunun gəlmə ehtimalı həmin bu nöqtənin y ilə kəsişməsi və bu nöqtənin y ilə kəsişməsinin vuruqlarıdır. Yəni biz onları bir-birinə vurub o ehtimalı ala bilərik ki, bu hadisənin baş verməsi nə qədər olasıdır. Burada 0-dan 0-dır. 0-ı 0-a vuranda nə alacağam? Elə 0 alacağam. Amma burada axı 0-dan biraz yuxarıdır. Burada da nəsə nə qədərdir? Hardasa 20%-dən yuxarıdır. Dolayısıyla mən hardasa yenə də 0-dan böyük bir rəqəm alacağım üçün ikincisi hal daha məntiqlidir. H almost 0. Yəni demək olar ki, bunların hündürlüyü 0-dır və bu halda onların vuruğu da bizə 0 qaytaracaq. Deməli, mərkəzi 2 olub ortalaması, standart yayınması 1 olan data paylanması bizim halımıza daha yaxındır. İndi bax dediyimiz də budur zaten. Maksimum likelihood odur ki, əlimizdə 2 dənə observation var. Bəs bu observationda hansı data paylanması daha çox uyğun gəlir? Hansı data paylanması olub ki, belə bir observation almışam? Hansı hadisə baş verib ki, yerə popcorn tökülür? Deyək ki, indi əlimizdə 3 dənə ayrı-ayrı datalar var. Standart yayınmaları eynidir. Sadəcə mərkəzləri fərqlidir. Bunun mərkəzi -1-dir, bunun mərkəzi 0-dır, bunun mərkəzi isə 1-dir. İndi mən gəlib bunları vizuallaşdırıram. Gözəl. Gəlib o -1-dən 1-i də qoyuram bura. İndi gələcəm bunlardan ehtimallar çıxardacam ki, hansı y oxu ilə harda kəsişir. Düzdür, -1 olanda, 0 olanda, 1 olanda. Gəlin buradan ehtimallar üçün bir çubuqlar qaldıraq. Müəyyən burada rəqəmlər çıxacaq bizim üçün. Baxın, 0,399, 0, 0,54, 0,242, 0,242 və yaşılda da yenə 0,54, 0,399. Mən gedim indi bunları bir-birinə vurum. Burada aldıq 0,022. Bu vuruqda alacaq 0,059. Bu vuruqda da yenə 0,022 alacaq. Çünki vuruqların yeni dəyişəndə hasil dəyişmir. Dolayısıyla ən yüksək ehtimal bu olduğuna görə mən deyə bilərəm ki, -1 ilə 1 deyə bir observation eləmişəmsə, bu 3 dənə haldan ikincisinin baş vermə ehtimalı digərlərindən daha çox. Aydındır. Bəs müxtəlif varianslardan olsa nə olardı, ay yoldaşlar? Yenə bu səfər mərkəzlər eynidir, amma 3 fərqli variansla. Təbii ki, varians artdıqca o datanın hündürlüyü aşağıya düşür. Bu da y oxu ilə kəsişməyə təsir göstərir. Gəlin indi baxaq. -1 ilə 1-i qoydum bura. Bu nöqtələri. Və gəlirəm, baxıram ki, bunun standart yayınması 0,5-dir, bunun standart yayınması 1-dir, bunun standart yayınması 2-dir. Bu halda
-1-in axı standart yayma 0,5 onda kəsişməsi nə olacaq? Çox da yuxarıya gedə bilməyəcək. Amma eyni zamanda 2 olanda da çox yuxarıya gedə bilməyəcək. 0,5 olanda ona görə çox yuxarıya gedə bilmir ki, data çox sıxdır və -1 hardasa onun artıq eniş hissələrinə yaxındır. Standart yayma artdıqca isə datanın özünün, belə deyim də, hündürlüyü aşağı düşür. Kurtozis məsələsinə görə. Dolayısıyla burada da yine çok yüksək ihtimal almır. İndi gəlin yenə biz vuruqları hesablayaq. Müəyyən rəqəmlər alacağıq. Təbii ki, mən bunları keçəcəm. 0,044, 0,242 və 0,176. Zaten belə deyim də, bu bəllidir ki, buradan baxmayaraq ki, bunlar elə hamısı mindədir. Elə mində olduğuna görə də böyük rəqəmin də cavabı böyük qayıdacaq. 0,2, 0,59, 0,10,31. Yəni, yenə baxanda, mən bayaq dediyim kimi, ən yaxşı hal budur. İkinci yaxşı hal budur, ona görə ki, yəni, data ən azından ikinci paylanmaya daha çox uyğun gəlir. Sən 0,5 standart yayma ilə dataya baxsan əgər, 1 ilə -1 artıq çox uzaqlara düşür. Onlar demək olar ki, datanın kənar hissələrindədir. Bu səbəbdən də, yəni hətta burada belə deyim də, -1 ilə 1, 2 standart yayma qədər o tərəf bu tərəfə düşür. Təbii ki, bu da onun gəlmə ehtimalını aşağıya salır. Ən yaxşı qarşılıq fit nədir? Ortalama 0 qoyduq və standart yayma 1 oldu. Biz gəldik, dedik ki, 18 yaşlı insanların boyunu ölçdük və əlimizdə 10 dənə sample var. Həmin o sample'lardan məsəl üçün birincisinin boyu nə qədərdir? 66 fit, nəsə belə bir şey. Nəysə bir rəqəm. İndi bunun ortalaması nə olacaq sizcə? Bax, indi həmin bu nöqtələri gələk biz bir dənə düz xəttə yığaq. Düz xəttə yığaq. Düzdür? Həmin ondan sonra onu gətirib böyür üstə qoyanda bunun normal paylanması, yəni gəlib artıq müxtəlif ortalamaları versək, 64, 68, 66 və 70 olaraq versək, standart yaymaların hamısını eyni verəsi olsaq, ay yoldaşlar. Baxın, 64 olanda, məsəl üçün, datalar artıq kənara yaxınlaşır, elə deyil. 68 olanda daha yaxşıdır. Yəni, bu vizual olaraq da zaten görülə bilən bir şeydir ki, datalar mərkəz ətrafında daha yaxşı paylanır. O səbəbdən bu datanın mərkəzi ilə 68 olması ən yaxşısıdır, təbii ki. Və bunu necə hesablaya bilərik? Gələrik yine bunların hamısının ehtimallarını alarıq, 10 dənə adamın. O ehtimalların hamısını bir-birinə vurarıq və gəlin hətta bunu eləyək. Görək bizə nəticələr qaytaracaq. Gördüyümüz kimi, burada 1,2 üstü 10 üstü -11. Digərlərində isə -12, -13 və -16 olduğundan zaten onlar bunu keçə bilməyəcəklər deyə. Nəticə etibarilə biz nə alırıq? Bunu çempion kimi götürürük. Sadəcə dediyim kimi, yəni əgər biz bu ehtimalları vurub 10 üstü -11 qədər kiçik bir rəqəm alacağımıza gedib loqaritmaları toplasaydıq, bu daha məntiqlidir. Yaxşı? Bu belə. Hə, burada da gəlib zaten loqaritma ilə hesablayıb log likelihood eləcək. X-i təbii ki, sabitdir. Çünki bu ortalama, yox, X fixed. Ortalamanı çıxırıq hər bir sample'dan. Kvadrata yüksəldirik. Bölürük bunu variansına və mənfiyə vurub 2-yə bölürük. Exponential'dan kesilib hamısını bir-birinə vuranda yenə bizə likelihood'u qaytarır. Linear regression. Aha, əla. Yoldaşlar, indi maximum likelihood estimation'da biz ən yaxşı nümunə olaraq linear regression üzərində bir neçə sizə nümunə göstərə bilərik. Məsəl üçün, bayaq dediyimiz kimi, əlinizdə 3 dənə model var idi. Həmin modellər neyinirdi? Müəyyən bir datanı yaratmış olurdu deyək, yaxud da ona uyğunlaşmış olurdu. Model 2-miz deyək ki, məsələn, ən yaxşı buna uyğunlaşandır. Model 3-miz isə ən pis uyğunlaşandır. Biz buna deyirik ki, bu çempiondur. Yəni bunun ehtimalı ən yüksəkdir. Qısaca. İndi yoldaşlar, gələk həmin o vizuala bir də qaydaq ki, əlimizdə 6 sample'dan ibarət bir datamız var. Bunu model 1 yox, model 3 yox, model 2 ən yaxşı reprezent edirdi. Nə qədər yeni şey qoyub. Okay. Bəs necə, how exactly does a line produce points? Necə olur ki, bu nöqtələr
yaradır. Ən maraqlı məsələ burasıdır. İndi yoldaşlar, gəlin görək bunu bayaq da deməyə çalışıram. Deyək ki, sizin əlinizdə bir modelin artıq xətti var. Model bilir ki, mən məsələn bunun ətrafında datalarım paylanıb, düzdür? Gəldik ki, bu nöqtədə mənim ortalamamdır. Çünki baxın məntiqlə, biz buradan bir dənə normal paylanma keçirsək, böyrü üstə tutub. Onda ortalama buradır, elədirmi? Bu xəttə düşür. İndi mən bu ortalamanın ətrafında data yarada bilərəm. Düzdür? Baxın, bura gəldim, bir dənə data qoydum. Məntiqlidir də, distribution'a uyur. Əgər gedib buralarda falan olsaydı, nə olardı? Outlier olardı. Mən də istəyirəm outlier olmasın. Və mən bunu gəlib 5 dənə toçka üçün eləyirəm. 5 sample üçün edirəm. Və görürəm ki, müəyyən bu ortalamada müxtəlif nöqtələrdə bizim üçün data yaratdı. Yəni, bu modelin data yaratması anlayışı həmin bu bəhs elədiyimiz məsələ idi. Line that best produce the points. İndi siz gedib digərlərini götürsəydiniz, digərlərində axı ortalamadan çox uzaqlaşacağı üçün bu nöqtələr və onların ehtimallarını yenə gəlib bir-birinə vuranda biz ən sonda alacaqdıq ki, burada ən yaxşı nəticə göstərən təbii ki, bu modeldir. Çünki yenə də diqqət etsəz, mərkəzə yaxınlaşdıqca normal paylanmada ehtimal artır deyə böyük ehtimalın vuruğu da böyük nəticə qaytarır. Amma təbii ki, kənarlaşdıqca ehtimallar aşağı düşdüyündən onların vuruqlarını eləyir, daha aşağı nəticə qaytarır bizə. Deyir ki, line that best produce the points, line that best fits the data. Bəs bu necə baş verir? Təbii ki, maraqlı bir sualdır. Baxın, indi bizim bu xəttin üzərində müəyyən predictionlarımız var. Düzdür? Müəyyən cavablarımız var. Bu isə bizim yaradılmış datalarımız. Bizə bunların məsafələrini tapmaq lazımdır birinci növbədə. Biz bunların məsafələrini tapdıq. D1, D2, D3, D4, D5 deyə. Likelihood of generating this point. Bu nöqtəni yaratmanın ehtimalı, likelihoodu nə qədərdir? Biz gəlik normal paylanmada, bax, qoyduq ortalamanı. Ortalamadan yuxarıda ona görə sağa tərəf qoyuram. Gəlirəm, buradan gələn ehtimalı götürürəm. Çox sadə. Və bunu digərləri üçün də edirəm. D1, D2, D3 və s. və s. İndi bunu hesablamağın bir riyazi formulası var. 1 bölək kök altı 2pi vuraq y üstü mənfi 2-də 1 D1-in kvadratı, yəni məsafənin kvadratı. Amma məndə axı 5 dənə sample var. Mən bunu 5 sample üçün nə etməliyəm? Onda. Siz deyin, vurmalıyam. Düzdür? Çünki likelihood vurulmağı idi axı. Doğrudurmu? İndi mən nə edərəm? Bunların hamısında belə bir ortaq vuruq var da. Belə bir ortaq vuruq var. Mən ortaq vuruğun hamısını silərəm. Çıxardaram kənara, lap bölərəm. Fərqi yoxdur. Ürəyim necə istəyirsə. Qalır əlimizdə bunlar. Yollaşdır. Bunların da hamısının üstündə D1, D2 və s. olduğuna görə mən y üstü mənfi 2-də 1 çölə çıxarda bilirəm və onun üstündə nəsə bir vuruq qalır da. Düzdür? Nə qalır? D1-in kvadratı, D2-in kvadratı, D3-in kvadratı, D4-ün və D5-in kvadratı. Düzdür? İndi yoldaşlar, y nədir? 2,7-dir. 2,7-nin üstündə mənfi onu xəttin aşağısına salır, bölmə işarəsində xəttin aşağısına, yəni məxrəcə salır. Və 1-i 2,7-yə bölmək, gəl yuvarlaqlaşa deyək 1-i 3-ə bölmək, eləyir 0,33-dürmü? Və sən bu 0,33-ü nə qədər çox öz-özünə vursan, qüvvət olaraq, o qədər aşağı nəticə alacaqsan da, düzdür? Bu isə bizim istədiyimiz hal deyil. Ona görə biz nə etməliyik? Bu D1, D2 var ha, onu minimize eləməliyik. Məsələn, o mənfi bir ədəd olsa, y'nin axı üstündəki mənfi 2-də 1-dir. Deyək ki, sən onu elədin mənfi 4. Mənfi 4 dəfə mənfi 2-də 1 nə edir? 2, y üstü 2 nə edir? 2,7-nin kvadratı. Bax, belə. Yaxşı, bu belə. Bunu da belə üstündən xət çəkirsən. Bu arada, bu adlanır least squares error. Yəni, biz bunu linear modellərdə istifadə edirik. Linear regression'da istifadə edirik. İndi, düzgün modelin seçilməsi, bəs nə zaman başlayır? Yəni, düzgün xəttin seçilməsi. Mən gəlirəm, baxıram ki, bunlardan hansı daha yaxşı reprezent edir mənim datamı. Bu xətlərdən hansı? Çünki, baxın, normal paylanmalar gəlib bunun üstünə qoysam, ortalarına keçəm və müəyyən bir stabil standart yayıma versəm, o zaman nə baş verəcək? Görəcəm ki, bu nöqtələrdən yenə də ən uyğun gələni həmin budur. Çünki baxın, bu xətt belə gedir. Bu nöqtələr bu formada paylanır. Mən onların ortasından dümdüz bir xətt keçirə bilmərəm.
yaxud da belə bir qeyri əlaqədar bir xətt keçirdə bilmərəm. Bu belə. Və hesablayanda bu alınır 4,91 üstü -260. Çünki zaten burada ehtimallar çox xırda gələcək. Bəziləri çox uzaqda olacağı üçün çox xırda gələcək. Burada 8,6 %16 üstü yəni 10 üstü -28. Burada isə 3,48 vuraq 10 üstü -49. Çünki baxın məsəl üçün deyək ki, burada bu xəttin çox kənarında belə bir nöqtə var. Görə bilirsiniz. Yaxud da burada bir nöqtə var. Bu demək olar ki, bu sıfıra yaxın bir rəqəmdir. Yaxud da burada. Məsələn, heç demək olar, baxın, bunun gəlmə ehtimalı sıfırdır. Heç bu əslində gəlməməlidir belə bir rəqəm. Bu sıfır gəlməlidir. Yəni, o qədər aşağıdır. Zaten müəyyən orada bir tweaking eləyirik ki, sıfır gəlməsin. Gələk indi əsas məsələlərdən birinə. Bu da sizə verilə biləcək suallardan biridir. Hətta bizim intervyu suallarımızın da içərisində var. Frequentist və Bayesian yanaşması. Frequentistlər çox sadə bir formadır. Deyirlər ki, məsəl üçün, getdilər, bunlar qəp yatırlar, eləmi? Qəp yatanda görürlər ki, 8 dəfə head düşdü, 2 dəfə tail düşdü. Frequentist deyir ki, qəpin head gəlmə ehtimalı 80%. Bu, adətən yoldaşlar, maksimum likelihood-a daha yaxın bir yanaşmadır. Bayesian yanaşma isə deyir ki, tamam, biz qəpi indi atdıq. Qəpik 8 dəfə head, 2 dəfə tail düşür. Amma normalda qəpik 50%-in 50% olmalıdır. Yəni, fair coin olmalıdır. Dolayısıyla, bu birbaşa demir ki, 80-20-dir. Gedir o 50%-in axıcı görüb ki, headin gəlmə ehtimalı biraz yuxarıdır. Demir 50%, deyir ki, 52-53% məsələn, gəlmə ehtimalı var. Və frequentistlər nə deyir? Deyir, probabilities represent long-term frequencies of events. Yəni, hadisələrin uzun müddətdə, necə deyim, sıxlığını göstərməsin. 10-60-da 8 və 2, təbii ki, 10-da 8 olacaq. Bayesian isə inanma dərəcəsidir. Bir hadisənin olmasına inanma dərəcəsidir. Sonra, frequentistlərin yanaşması likelihood-un konseptidir. Prior nədir? Öncəki. Yəni, öncəki data var və onun üzərində mən başqa bir ehtimal gətirirəmsə, bu olur nə artıq? Bias yanaşması, yaxşı. Və biasdə əsas məqsəd odur ki, sən əvvəlki ehtimalı nəyinəsə artırasan. Bax, məsəl üçün, siz bugün dostlarınızdan çölə çıxacaqsınız. Proqnoza baxdınız, deyir ki, nəmişlik 14%. Siz deyirsiniz ki, yaxşıdır. Məsələn, gəlin deyək, 86% ehtimalından biz çölə çıxacağıq, elədirmi? Sonra birdən qara buludlar gəlir. Yeni hadisə baş verdi, yeni event oldu. Journal posterior oldu. Siz nə deyirsiniz? Qara bulud gəldi. Deyəsən, haradasa 60% çölə çıxacaq. Sonra nə bilim, birdən yıldırım çaxır. Burada təbii ki, ehtimallar aşağıya salır. Sonra birdən külək əsir, bu buludlar başlayır getməyə. Nə edirsiniz? Siz yenə yaxınlaşırsınız arxaya ki, demək bizim getmə ehtimalımız artır. Çünki külək gəlirsə, bulud gedəsidir. Yəni, bu sadəcə bir sample olaraq izah edirəm ki, yəni, bu formada baş verir. Və frequentistlərdə isə odur ki, yəni bayaq dediyimiz kimi ən yaxşı uyğun gələn modeli tapmaqdır. Bunu dedik, bu mənim indi bayaq danışdığım həmin o qəpik məsələsi ki, 0,8 dəfə gəlir, 0,2 dəfə gəlir. Bu belə. Bayes yanaşmasında isə əvvəlki ehtimalları nəzərə alır. Çünki zaten Bayes yanaşmasında nə idi? Gəlin görək, buraya yaza bilirik. Məsəl üçün, P, A, B, B veriləndə, A veriləndə B bərabərdir nəyə? Mən gəlirəm B hadisəsinin baş vermə ehtimalını vuracam. Baxın. B hadisəsi veriləndə A-nın baş vermə ehtimalını. Yəni, deyirəm ki, bu hadisə ehtimalı var. Bunun da müəyyən ehtimalı artıq yaranmalıdır da, təbii ki, düzdürmü? Bu baş verərsə, bu baş vermə ehtimalı. Bunu təbii ki, PA-ya bölək. Ümidvaram ki, bu sizə biraz aydın olur. Və Bayes yanaşmasında sizin bir fikriniz var. Məsələn, hələ ki, deyirsiniz ki, gəlmə ehtimalı 50%, düzdürmü? Siz bir dəfə qəpiyə atanda, head gələndə, deyirsiniz ki, yox. Demək, headin gəlmə ehtimalı daha çox. 2 dəfə atanda görürsünüz ki, yox. Nəsə burada düzlük yoxdur.
Ola bilər ki, bir dəfə head gəlsin, bir dəfə tail gəlsin. Ola bilər ki, 2 dəfə head gəlsin. Ola bilər ki, 2 dəfə tail gəlsin. Düzdür? Amma 2 dəfə headlə tailin dalbadal gəlməyi ehtimallar aşağıya doğrudur, eləmi? Və siz qəpiyi atdınız 3 dəfədən artıq ikinci səfərində. 3 dəfədən head tail çıxmışdı. İndi yenə head çıxdı. Bu səfər nə deyəsiniz? Yenə fikirləşəsiniz ki, deməli headlərin gəlmə ehtimalı çoxdur. Siz daha çox headə ehtimal verəcəksiniz. Headin ortalaması daha çox olacaq. Məsələn, deyirsiniz ki, buradan 2 dəfə gəlmə ehtimalı daha çoxdur. Nəinki ki, məsəl üçün 1 dəfə gəlmə ehtimalı. Amma yenə 4 dəfədən 2 head, 2 tail gəlibsə, bunun gəlmə ehtimalı ən çox nə olur? Deyəsiniz ki, elə 50%-in 50%-dir. Məsələn. Bax belə. Və bu təbii ki, artdıqca bias düşüncəsi onu deyir ki, yəni sən əvvəlkinə baxıb yeni gələn hadisə ilə ehtimalları dəyişirsən. Belə. Məncə bu qədər kifayətdir. Gələn dərs biz keçəcəyik confidence interval, hypothesis testing. Ondan sonra da 8-ci dərsimizdir. 8-ci dərsimizdə də regression keçəcəyik. Ümidvaram bu hamıya aydındır. Kimisə sual var mı?